Aleykümselam. Azərbaycanın ilk professional qadın müğənnisi. 20-ci əsrin əvvəllərində opera səhnəsində bütün qadın rollarını kişilər ifa edirdi. Köhnəfikirli adamlar qadınların səhnəyə çıxmasını pis qarşılayırdılar. Təhlükəli olsa da, Azərbaycan qadınlarının qapalı geyimdə gəzdikləri vaxt Şövkət Məmmədova tamaşaların yəqin ki, necə deyim, ssenarisinə uyğun Avropa sayağı geyimdə səhnəyə çıxdı. Ölümlə üz-üzə dayanaraq sənətə addım atan ilk qadın müğənni oldu. Musiqiyə marağı ailəsindən başlasa da, balaca Şövkətin Romanovlar Musiqi Cəmiyyətinin nəzdində musiqi məktəbində təhsil alması onun bu sahəyə daha sıx bağlanmasına səbəb olmuşdu. Hacı Zeynalabdin Tağıyev təsadüfən gənc qızın istedadını görərək təhsil alması üçün onu İtaliyaya göndərmişdi. Şövkət 1911-ci ildə Milan şəhərində musiqi məktəbinə daxil olmuş, bir il sonra nədənsə ona gələn yardım kəsilmiş və bu səbəbdən geri qayıtmalı olmuşdu. Bir qədər sonra Üzeyir Hacıbəyli təhsilini davam etdirməsi üçün Şövkətə kömək təklif edir və onu şərqdə ilk qadın olaraq səhnəyə çıxmağa ürəkləndirir. 1912-ci ildə Tağıyevin teatrında Ər və Arvad operettası səhnəyə qoyulur. Tamaşadan gələn gəlir Şövkətin təhsilini davam etdirməsinə ayrılacaqdır. Bunun üçün isə gənc ifaçı səhnədə bir neçə musiqi ifa etməli idi. Tamaşadan sonra Şövkət səhnəyə çıxır və Sevilya Bərbəri operasından Rozinanın ariyasını böyük məharətlə ifa edir. Bu yeniliyi götürməyən bəzi mühafizəkarlar Şövkəti və ona köməklik edən Üzeyir bəyi öldürmək istəyirlər. Şövkət səhnədə olarkən dostları həyatının təhlükədə olduğu barədə onu xəbərdar edirlər. Bu müddətdə qoçulan Şövkətə atəş açmaq üçün kifayət qədər vaxtı olsa da, amma onun sehirli səsinə valeh olub əllərini tərpədə bilmirlər. Şövkətin ifası bitən kimi dostları onları arxa qapıdan faytonla qaçırırlar. Şövkət 1915-ci ildən təhsilini Kiyev konservatoriyasında davam etdirir. Burada tanınmış bəstəkar Reingold Glier müğənninin ecazkar səsinə pərəstiş edir və məşhur Şahsənəm əsərini yazır. Sonralar Şövkət xanım bu operada Şahsənəmin partiyasını misilsiz füsunkarlıqla ifa edərək SSR xalq artisti adına layiq görülür. Şövkət xanım təhsil alıb Azərbaycana döndükdən sonra mədəni həyatda fəal iştirak edir. 1923-cü ildə onun təşəbbüsü ilə Bakıda teatr texnikumu açılır. Azərbaycan səhnəsinin sönməz ulduzu Şövkət Məmmədova özündən sonra çox sayda qadınların səhnəyə çıxmasına, onların Azərbaycan mədəniyyətinə uğurlar gətirməsinə səbəb olmuşdur. Baxırıq 271-ci suala şolar. Deyil, mətndə üzərinə rəqəm yazmış sözlərin mətndəki mənasının şərhi ilə bağlı uyğunluğu müəyyən eləyin. Üzərinə rəqəm yazılıb mühafizəkar. Şolar, mühafizəkar köhnə fikirli, köhnəpərəst deməkdir. Üzərinə 2 yazılan ecazkar belə füsunkar deməkdir. Okey, başqa yoxdur deyəsən. Baxırıq, köhnəlik tərəfdarı dedik hara gedir? 1-ə, mühafizəkara. 1-ə gedir B. 1-ə gedir B. 1-ə B gedirsə C, Y, B getdi. Yüksək mənasında ifadə eləmir. 1-ə B gedir, 2-ə A ilə Y gedir. Xariqüladə və hər kəsi heyrana gətirən, heyran salan ecazkar. D variantı düzgün cavabdır. Çox rahat sualdır. Kaş belə düşən. 272-ci suala baxırıq. Mətndə boş çərçivənin yerinə hansı nümunə artırılsa əlaqə yaranar. Deyir, dostları həyatın təhlükədə olduğu barədə onu xəbərdar edirlər. Şövkət xanım isə heç nəyə məl qoymayaraq Ariyanı başa vurur. Bu müddətdə, elə adı, bu müddətdə qoçulan Şövkətə atəş açmaq üçün kifayət qədər vaxtı olsa da, onun sehirli səsinə valeh olub əllərini tərpədə bilmirlər. Üzeyir bəy belə xəbərdarlıqlardan çox eşitmişdi. Ona görə də soğuqqanlı davranır. Üzeyir bəy nə əlaqə? Lakin Şövkətin nitqi vəziyyəti dəyişir. Xeyr, səsi, nitqi niyə? Üzeyir bəy təlaşla Şövkəti oradan uzaqlaşdırır. Uzaqlaşdırsa, o axıra qədər Ariyanı oxumazdı. Orada deyir axı ifası bitən kimi. Lakin bu xəbərdarlıq özünü doğrultmur. Əlaqəsi yoxdur. Cavab olur A variantı. 73. Aid olduğu üsluba xas olaraq şu an mətnimiz hansı üslubdadır? Əlbəttə ki, publisistik üslubdadır. Publisistik üslub mətbuat dili düzgündür. Yəni, mətbuat deyəndə qəzet, jurnal dili nəzərdə tutulur ki, publisistik üslub elə qəzet, jurnal dili deməkdir. Arxaik leksika hara aid olur? Rəsmi işgüzar üsluba. Bu da bizə aid deyil.
Fikirlər aydın təqdim edilmişdir. Publisistik 1-3. Mücərrəd obrazlıq aiddir bədii üsluba. Nitqin sərbəstliyi aiddir məişət üslubuna. Mənə nə lazımdır? 1 ilə 3 C variantı. Mətnə əsasən doğru hökmdür. Şövkətin səsi yeniliyə qarşı düşmən olanlara da təsir edib. Bu düzdür. Yeniliyə qarşı olanlardan biri kimləri idi? Qoçular. Ona da təsir eləyir də, deyir, amma onun sehirli səsinə valeh olub əllərini tərpədə bilmirlər. Deməli, yeniliyə qarşı düşmən olan qoçular, onlarda səsdən valeh olur. 1. Şövkət musiqi təhsilini tamamlaya bilməyib. Xeyr, tamamlaya bilir. O deyir, onun tamaşadan gələn gəlir Şövkətin təhsilindən ayrılacaq və həqiqətən də elə də olur, onun təhsilinə də ayrılır. Orada elə yazılır. 1915-ci ildən təhsilini Kiyev konservatoriyasında davam elətdirir. Burada deyir, tamamlaya bilməyib, səhvdir. Şövkətin musiqi təhsili müxtəlif ölkələrlə bağlı olub. Bəli, musiqi təhsilini həm alıb harda, həm deməli alıb. İtaliyada zad vardı desəm, burada nəsə elə bir şey oxumuşdum. Deməli, İtaliyada alıb, İtaliyaya göndərib təhsil almaq üçün. Sonra harada olub? Kiyev konservatoriyasında Kiyevdə olub. İtaliyada bir də Kiyevdə müxtəlif ölkələrlə bağlı olub. 3-də düzdür, cavab olur 1 ilə 3 C variantı. Mükəmməl musiqi təhsili alandan sonra müğənniliyə başlayıb. Xeyr, musiqi təhsili almamışdan müğənniliyə başlayıb. Həmin dövrdə Azərbaycanda opera sənətindən maraq olmayıb. Maraq olub. Sadəcə qadınların opera sənətində olması heç kimi maraqlandırmayıb, belə deyək. Kişilər oynayırdı ancaq. 275 cədvəldəki doğru nümunələrdir. Tünd qərar və verilmiş cümlədəki söz, həmin sözün mətndəki məna, həqiqi və ya məcazi baxımdan işlədildiyi başqa cümlə. Mətndəki məna deyir, ha. Mətndəki məna deyirsən, tünd qara hərflə verilmiş sözlərin hansıdır? Açmaq, atəş açmaq. Gəlir Məlik Məmməd tövləyə girib atları açdı. Eyni mənadadırmı? Xeyr. Atəş açmaqla tövləyə girib atı açıb sərbəst buraxmaq eyni şey deyil. Ona görə bir səhvdir. D getdi, Y getdi. İkincisi sehirli. Sehirli səs məcazidir. Sehirli gözəllik məcazidir. İkini götürürəm. Sonra səs. Səs burada həqiqidir. Xalqın səsi məcazidir. Götürmürəm. Əl. Əllər burada həqiqidə əlini tərpədə bilmir. Bir əl tərpət, bu işləri yoluna qoyaq. Burada bir əl tərpət, məcazi mənada əl tərpətdir. Yəni bir diviziyoniya ilə mənasındadır, o da uyğun gəlmir. Valeh olmaq həqiqi mənadadır. Burada da valeh olmaq həqiqi mənadadır. Ümumiyyətlə, ol et bilqil normalda həqiqi məna yaradır. Ona görə cavab olur 2 ilə 5, yenə C variantı. Bu qapalıların izahı uşaqlar. Keçirəm 76. Mətnə səsin 2 fakt yazmaqla Şövkətin qarşısına çıxan çətinlikləri müəyyən edin. Uşaqlar, birincisi ondan ibarətdir ki, deyir, daxil 1 il sonra ona gələn yardım kəsilmiş və bu səbəbdən geri qayıtmalı olur. Yəni, təhsilini oxuya bilmir, təhsilini davam elətdirə bilmir. Daha sonra yeniliyi götürməyən bəzi mühafizəkarlar Şövkəti ona kömək eləyən üzvləri öldürmək istəyirlər. Daha sonra Şövkət səhnədə olarkən həyatın təhlükədə olduğunu bağlı xəbərdar edilirlər. Və bunlardır. Bunları yazmalıydınız. Bu onun qarşısına çıxan maneələrdir. Sonra 77. Nöqtələrin yerinə uyğun sözləri müəyyən edib yazın. Bunları mən demişdim. Deməli, birincidə dedim ki, tamaşaların ssenarisinə uyğun olaraq Avropa sayağı geyimdə səhnəyə çıxırdı. Ya da elə ssenarisi. Böyük məharətlə ifa edir. Rozinanın ariyasını böyük məharətlə ifa edir. Yəni, ora məharətlədən başqa qəşəng götürən ikinci bir söz mən fikirləşmirəm olsun. Dəb sözü tamaşaların dəbinə uyğun Avropa sayağı geyimdə. Olar əslində, bəli, olar. Üslubuna uyğun da yazmaq olar. Tamaşaların üslubuna uyğun. Böyük həvəslə ifa edir.
Məharətlə daha uyğun deyil sanki. Həvəslə də məncə səhv götürməzlər. Amma məharətlə daha uyğundur kimimə gəlir. Götürək etalonda görək nə yazıb. Heç bilmirəm ki. Ustalıqla, məharətlə, peşəkarlıqla. Şövqlə filan yazmayıblar, amma və sair yazdığına görə məncə yazmaq olar sizin yazdıqlarınızı, bəli. Şövqlə yazmaq olar, həvəslə, şövqlə. Birinciyə də qaydalarına uyğun olaraq, tamaşaların qaydalarına uyğun olaraq. Mən ssenari demişdim, məsələn, o da okeydir. Qayda da okeydir. Sonra 78. İstedadın dəyərləndirilməsini göstərən ən azı 2 fakt yazın. Uşaqlar, birincisi o bizə deyir, istedadın qiymətləndirilməsini göstər. O nədir onda? Müddəa. Faktımız nə olacaq? Deməli, o şahsənəm əsəri, onun sonralar deməli, ona şahsənəm əsəri yazılırdı. Deyir ki, Qliyer müğənninin ecazkar hissəsinə pərəstiş edir və məşhur şahsənəm əsərini yazır. Yəni, onu Şövkətə həsr eləyir. Daha sonra SSR xalq artisti adına layiq görülür uşaqlar. Bir də Üzeyir Hacıbəyli onun təhsilini almasına kömək eləyir. Deyir, Üzeyir Hacıbəyli təhsilini davam etdirməsi üçün Şövkətə kömək təklif eləyir. Şövkətin elə bir şey dəyərləndirilir, bu da düzdür də. Yəni, Üzeyir Hacıbəyov, daha sonra Hacı Zeynəbdin Tağıyev onun təhsil alması üçün kömək eləyir və eyni zamanda Qliyer onun adına əsər yazır. Bir də SSR xalq artisti adına layiq görülür, dostlar. 279. Mətn əsasının sxemi tamamlayın. Sənət ehtiyacdan yaranır və var-dövlət içində boğulub ölüb. Nə əlaqə? Yalnız yaradıcı insanlar tarixin yaddaşında həmişə qalır. Bəli. Yaza bilərik ki, bunu biz Şövkət Məmmədova ilə əlaqələndirə bilərik. Çünki o da yaradıcı insan idi və tarixin yaddaşında böyük bir iz buraxmış sənətkarlardan biridir. Əsl sənətkarlıq üzdə sadə görünən alt qatdakı dərin mənasını üzə çıxarmaq məharətidir. Burada yəni kiminsə iç aləmini açmaqdan söhbət getmir. Yaradıcılıqdan söhbət gedir ki, Şövkət Məmmədova yaradıcı insan olub. Bu baxımdan ikinci fikir düzdür və əsaslandırmada dediyim kimi Şövkət Məmmədova yaradıcı insan idi və yaradıcı insan olduğu üçün də tarixin yaddaşına kifayət qədər böyük iz buraxıb. Gəlib çıxırıq 280-cı suala. Hökm, Şövkətin musiqi sənətinə gəlməyi təsadüfi olmayıb. Bunu faktla əsaslandırmaq lazımdır. Təsadüfi olmayıb. Deməli, təsadüfi olmaması səbəbi uşaqlar. Musiqiyə marağı ailəsindən başlaması, daha sonra və başlasa da deyir, bu bir faktdır. Musiqiyə marağı ailəsindən başlayıb. İkinci fakt, balaca Şövkət Romanovlar Musiqi Cəmiyyəti nəzdində musiqi məktəbində təhsil alması onun bu sahəyə daha sıx bağlanmasına səbəb olub. Deməli, Şövkətin musiqi sənətinə gəlməyi təsadüfi olmayıb. Bir, ailəsindən gəlir. 2, uşaq yaşlarından musiqi sahəsində təhsil almağa başlayıb. Bu 2 dənə faktı yazıb bitirməliydiniz. Bu mətnlə bağlı kiminsə sual var?